Vaxtınız xeyir olsun değerli tamaşaçılar. CBC Sport'un efrində Misri Premier Liqasından növbəti oyun sizə təqdim olunur. Hazırda Yevlax şəhər stadionuna bağlanmışıq və burada Karvan Yevlaxla Neftçi klubları üz-üzə gələcəklər. Misri Premier Liqasında 16-cı turun qarşılaşmasıdır bu. Hesabat turun və oyun cədvəli sizə göstərilir. Tura Qərb derbisi ilə start verildi və dünənki oyunda Turan Tovuz Kəpəz üzərində səfər maçında 2-0 hesablı qələbə qazandı və bununla da mövqeyini bir qədər də yaxşılaşdırdı. Və 15 oyundan sonra hazırda davam edən 16-cı tur ərzində çempionatdakı mənzərə məhz bu cürdür. Gördüyünüz kimi Sabah komandası artıq liderliyə yüksəlib və çempionatımızda birinci pillədədir. Təxirə salınmış oyunda Qarabağ üzərində qalib gəlməklə Sabah komandası liderliyi ələ aldı. 34 xalla Sabah birinci, Qarabağ 33 xalla ikinci, Turan Tovuz 27 xalla üçüncüdür. Zirə, Sumqayıt komandaları eyni sayda xal toplayıblar, 27 xala malikdilər. Araz Naxçıvan, Şamaxı, Neftçi, İmişli, Kəpəz və Qəbələ klubları növbəti pillələrdə və outsider hələlik Karvan Yevlax komandasıdır. Beləliklə işarə verildi və Misri Premier Liqasının 16-cı tur maçı Karvan Yevlax Neftçi görüşü start götürür. Geriyə oynamaq olar. Yenə də indi burada pressing. Karvan Yevlax topu qazanır. Qavi Thompson'la ötürmə Araz Abdullayev. Arazın zərbəsi və gol! Erkən gol vurulur. Karvan Yevlax hesabı açır. Bu arada oyundan kənar vəziyyət. Birinci ötürmə. Əliyar Ağayev də bildirir. İkinci ötürmə deyil, məhz birinci ötürmə zamanı oyundan kənar vəziyyət var imiş. Baxın, görürsünüz, bu ötürmə, ilk ötürmə anında Araz Abdullayevin dizi bir qədər öndə görünürdü. İmad Farac, ötürmə Kostinə, Kostin gözləyir, özü də vura bilər. Kostinin zərbəsi və top Olavaliyə dəydi deyəsən. Daha bir həmlə və top qapı türünə dəyir. Zərbə çox təhlükəli alınmışdı. Elvin Bədalov. Piriç. Igor Ribeiro topu riskli zonadan uzaqlaşdırır. Karvan Yevlaxın bir futbolçusu yıxılıb. Peter Kings'ti deyəsən. Yüzünü tutaraq yıxılıb. Nə baş verdi orada? Deyəsən vara baxacaq Əliyar Ağayev. Bəli. Həmin epizod indi yoxlanılacaq. Belə anlayıram reaksiyadan ki, penalti olacaq deyəsən. Penalti təyin olunur Neftçinin qapısına. Araz Abdullayev yaxınlaşır. Araz Abdullayev və gol! İlk golunu vurdu cari mövsüm. Əliyar Ağayev ilk hissəni başa vurur. İşarə verilib, ikinci hissə başlayıb. Mərkəzlə oynadı. Vargas. Qısa ötürmələri görürük Neftçi futbolçularından. İmad Farac və inanılmaz seyf. Sambulun zərbəsi. Daha bir zərbə alınmır. İmad Farac. Bərabərlik golunu vurmağa yaxın idi. Yuri Vernidub özünə yer tapa bilmir. Petro Mateusz. Outsider'ına qarşı oyunda yenə də Neftçi komandası hesabda geridədir. Və bu səbəbdən də təbii ki, komanda tez tələsik. Burada avtogol ola bilərdi. Mateusz. Burada da yaxşı oynadı. Karvan Yevlaxın Santome və Prinsipdən olan qapçısı Pedro Gonçalves Mateusz növbətdə və yaxşı oynadı. Bu arada daha bir vəziyyət və gol! Basala Sambu!
hesabı bərabərləşdirir. Karvan Yevlax Neftçi 1-1. Yenə də Basala Sambu fərqlənir. Müdafiədə ciddi boşluğa yol verdi Karvan Yevlax komandası və Basala Sambu bunu bağışlamır. Ardıcıl ikinci oyunda da gol vurur Basala Sambu. Luis Ortiz. Ortiz Neftçidən daha bir hücum. Sambu dubl edə bilərdi. Karvan Yevlax komandası çatdıra bilmir. Xüsusən müdafiədə ciddi boşluqlar verir. Daha bir ötürmə. Həmlə davam edir. Zərbə indirildi və yenə də Mateusz. Daha bir gözəl ötürmə. Sambu. Sambudan ötürmə. Top yenə də Sambudadır. Sambunun zərbəsi və Basala Sambu dubl etməyə yaxın idi. 73-cü dəqiqədə Basala Sambu özünün və komandasının ikinci qolunu vurmağa yaxın idi. Yerli ötürmə, Basala Sambu maraqlı ötürmə alındı və burada zərbə olacaq imkan vermirlər. Olavale çatdırdı özünü və zərbənin qarşısını aldı. Sambu, Emin Mahmudov və Basala Sambu bu cür vəziyyətdən fərqlənə bilmədi, amma indi Haşimə bildirir ki, onun formasından top çəkirdilər. Uzun ötürmə Vensan Abubakar istiqamətində. Abubakardan ötürmə Sambu, Bədəlov heç biri vura bilmədi. Həmlə davam edir və penalti! Yenə də bu oyunda hissəyə artırılan dəqiqələrdə penalti təyin edilir. Bu dəfə Karvan Yevlaxın qapısına. Özü vura bilər, işarə verildi. Emin Mahmudov yaxınlaşır. Emin Mahmudov və gol! İkinci hissəyə artırılan 7-ci dəqiqədə Emin Mahmudov Neftçiyə bu görüşdə üstünlüyü qazandırır. Və cari mövsümdə Emin Mahmudov 5-ci qolunu vurur. Oyunu yüksək səviyyədə keçirən Pedro Mateusz da hətta bu vəziyyətdə Karvan Yevlaxa kömək ola bilmədi. Və Emin Mahmudov paytaxt klubuna Yevlax səfərində üstünlüyü qazandırır. Yan xəttdən top oyuna daxil edilir. Uzaqdan zərbə top qapının üstündən keçdi. Və beləliklə bu dramatik, bu gərgin maçı Əliyar Ağayev başa vurur. Neftçi komandası bu görüşdə dönüş edərək 2-1 hesablı qələbəni qazanır.